Bəzi adam var, mən görmüşəm ki, hicab bağlayır. İndi saçında biraz nəsədən narahatçılıq olacaq falan, hicabı açıb rahatlıqla. Siz belə adamlar görürsünüz ki, xəstələnən kimi namaz atırlar. Çətinliyə düşən kimi orucu tutmurlar. Başqa biri budur ki, dünya sevgisindən uzaq olmur. Yəni Allahla dünya onun qarşısına çıxsa, bir imtahan olsa, ikisindən birini seçmək lazım olsa, dünyanı sevəcək. Siz belə adamlar görürsünüz ki, xəstələnən kimi namaz atırlar. Siz belə bir adam görürsünüz, çətinliyə düşən kimi orucu tutmurlar. Siz belə bir adam görürsünüz ki, bir problemi olan kimi, üzr istəyirəm, söyüş söyürlər. Siz belə bir adam görmüsünüz ki, bir problem birazca olan kimi görürsən ki, bütün hər şeyi qoydular kənara. Dindarlığı qoydular kənara. Sorsan ki, ay bala, bəs filan deyir ki, onun vaxtıdır sən Allah. Heç adam dindardır sən Allah. Heç beləsi elə olub ki, mən belə deməyə adam utanıb ki, mənə çox pis baxar da. Deyər ki, mən nə haydayam, sən nə haydasan. Belə adamlar görmüsünüz? Bəli. Deməli bu insanlar dünya, həyat onlar üçün mühümdür. Amma həqiqi bəndə üçün bütün hallarda Allah mühümdür. Xəstəyəm, diqqət eləyəcəm ki, həkimdir, məndən nə istəyir? Bəzi adam var, mən görmüşəm ki, hicab bağlayırdı. İndi saçında biraz nəsədən narahatçılıq olacaq falan, hicabı açıb rahatlıqla. Falan kəs nə oldu? Hicab mən eşitdim ki, saça ziyandır. Saça narahatdır, mən açdım. Deməli sənin üçün saç mühümdür. O qədər rahatçılıqla deyir ki, açdım mən. Saçıma narahat idi, açdım. Yəni ki, din mənim problem yaratmayacaq qədər mühümdür. Əgər mənim saçıma nəsə narahat yaradarsa, yəni bilim filan. Namaz ona görə qılmıram ki, bəzi şeylər var, onları mən eləyirəm, nə bilim satışda, yəni bilim filanda. İndi mən dindarlıq eləsəm gərək onları eləməyəm. Ona görə də dini qoydum kənara. Deməli sən bəndə deyilikmişsən. Sənin üçün bəndəlik məsələsi yox. Deməli sən dünyəvi məsələləri, dünyana aid olan məsələləri sən mühüm bilirsən. Amma Allah mühüm olmalıdır bəndə üçün. Burada isə sən dünyanı mühüm bilirsən. Özünü deyəndə də bilirsən, əslində elə dindarlıq özünü mühüm bilməkdir, amma özünün dünyəvi cəhətdən mühüm bilirsən. Deməli, dünyəvi şeyləri mühüm bilirsən ki, bilirsən. Bu şeyin sayını mən çox artıra bilərəm. Çox da belə adamlarda görmüşəm. Ki, başına azca problem gəlsə, hər şeyi qoyacaq kənara. Hər şey. Orucu da qoyacaq kənara, namazı da qoyacaq kənara, hicabı da qoyacaq kənara, nə bilim, hər şeyi qoyacaq kənara.